Salam, hər vaxtınız xeyir əziz yoldaşlar. Sizinlə biz bugün güvən nəşriyyatının keçirdiyi blok sınaq imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq 11-ci siniflər üçün. İzahdan öncə sizdən bir xahişim var. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq zəhmət olmasa. Deməli, başlayırıq. Birinci sual. Hansı üsluba aid xüsusiyyət verilməmişdir? Təbiilik və sərbəstlik bu üslubun əsas əlamətidir. Bu məişət üslubuna aiddir. Deməli, bu üslubda işlədilən feillər adətən əmr, xəbər, vacib və şərt şəkillərində olur. Rəsmi üçgüzar. Sonra mürəkkəb cümlədə geniş istifadə olunur. Bu elmi üsluba aiddir. Təsviri və analitik şərhlərə yer verilir. Bu publistik üsluba aiddir. B variantı, yəni bədii üsluba aid bir xüsusiyyət yoxdur. Müqayisə cədvəlinə əsasən verilmiş cümlələrlə bağlı hansı fikirlərin yeri dəyişirsə uyğunluq bərpa olunur. Soruşun ki, bu necə oyundur? Məncə oxusan, məqsədinə çatarsan. Baş cümlənin xəbəri əmr şəklində olan feillə ifadə olunmuşdur. Baxırıq. Soruşun ki, burada ki bağlayıcı ilə bağlanıb, baş cümləmiz soruşundur. Deməli, baş cümlənin xəbəri əmr şəklində olan feillə ifadə olunmuşdur. Soruşun, soruş sözün kökü un şəxs onluğu, bəli, əmr şəklindədir. İfadə olunmuşdur. Bu doğru fikirdir. Görək, ikinci cümləyə aid deyil bu. Məncə oxusan, məqsədinə çatarsan. Deməli, sasə ilə bağlanıb bu, şərt şəkilçisi ilə. Deməli, budaq birincidir, baş ikincidir burada. Məqsədinə çatarsan hissəsində baş cümlənin xəbəri əmr şəklində deyil. Ər, burada xəbər şəkilçisidir. Yəni, zaman şəkilçisidir və xəbər şəklindədir bu. Deməli, bu bir doğru yerdə yazılıb. Köməkçi inksəsi işlənmişdir. Bu yanlışdır. Ortaq xüsusiyyət kimi yazılmalıdır. Çünki burada ki bağlayıcısı var. Burada məncə modal sözü var. Hər ikisində köməkçi inksəsi işləndiyi üçün deməli 2 ilə ortaq xüsusiyyətdən hər hansısa biri dəyişməlidir. Baxırıq ortağa, həm feili, həm də ismi xəbər işlənmişdir. Bu ortaq xüsusiyyət deyil. Çünki bu yalnız birinci cümləyə aiddir. Soruşun, feili xəbər, oyundur, ismi xəbər. Oxusan, feili xəbər, məqsədinə çatarsam, yenə feili xəbər. Deməli, 5-i dəyişməliyik. 5 gəlməlidir 2-nin yerinə. 5 bura gəlməlidir. Çünki ortaq xüsusiyyət deyil. 2 ilə 5 dəyişəcək. Sonra keçirik o bir cümləyə. Məncə oxusan, məqsədinə çatarsan. Düzəltmə söz işlənməmişdir. Oxusan, sadə, məqsədinə çatarsan. Burada da düzəltmə yoxdur. Soruşun, görək ortaq xüsusiyyət deyil. Soruşun, sadə, bu necə oyundur? Burada düzəltmə söz yoxdur. Deməli, 3 ilə də hər hansısa biri dəyişməlidir. Yəni, ortaq xüsusiyyətlərdən biri dəyişməlidir. O da 6 olacaq. Qrammatik cəhətdən cümlə özü ilə bağlı olmayan söz bu yalnız bu cümləyə aiddir. Məncə, burada ara sözü işlənib, ara söz kimi yanaşıb götürə bilərik bunu. Deməli, 6-nı da yazırıq bura. 2 ilə 5, 3, 6, o da D variantı öz əksini tapıb. 3-də. Nümunədəki təsvirlənən feillərin hamısı üçün ortaq olan xüsusiyyətləri müəyyən edin. Yaltaqlıq, satqınlıq sayılır hünər. Burada sayılırdı. Düzlüyə dolanmır, fələyən çarxı. Nə etmir? Dolanmır. Burada dolanmırdı. İndiki iblislər, indiki divlər enişdən yoxuşa axıdır, arxı. Axıdır da feil, təsvirlənən feildir. Qurursa düzəltmədir. Bu doğrudur. Saydan sayılmaq. Il burada leks şəkli düzəltmədir. Dolanmır. Doladan dolanmaq. Bu da düzəltmə sözdür. Enişdən yoxuşa axıdır, axdan axıtmaq. It burada leks şəklidir, ır da qrammatikdir. Deməli, bu doğrudur. İndiki zamandadır, bəli, burada ır, hər birində ır zaman şəkilçisidir. Bu da doğrudur. Xəbər şəklindədir, bəli, zamana görə dəyişibsə, deməli, xəbər şəklindədir. Bu da doğrudur. Cavab olur 1, 2, 3. Şəxs onluğu qəbul etmişdir, yanlışdır. Şəxs onluğu yoxdur. Heç birisində köməkçi sözdən hissəcikdən istifadə edilir. Bu da yanlışdır. Cavab olur 1, 2, 3, yəni D variantı. Növbəti suala baxırıq. Hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunmamışdır? Əsmər xala ilkini burada Vüqarın evində gördükdə təəccübləndi. Təəccübləndi. Kim? Əsmər xala. Nə zaman? İlkini burada Vüqarın evində gördükdə. Feili bağlama tərkibi zaman zərfliyi mövqeyində. Və burada feili bağlama tərkibinin içində burada sözünün əlavəsi işlənib Vüqarın evində. Və Vüqarın evində əlavəsi də söz birləşməsinə ifadə olunub. Deməli, A-nı çıxırıq.
O kəndə yazda sular bulananda gəlmişdi. Gəlmişdi nə zaman? Yazda sular bulananda. Burada yazda sözünün əlavəsi işlənib, sular bulananda. O da feili bağlama tərkibi ilə ifadə olunub. Yəni söz birləşməsidir. Hacı Əhmədin evi kəndin ayağında, çay qırağında idi. Harada idi? Çay qırağında idi. Burada çay qırağı ikinci növ təyin söz birləşməsində ifadə olunmuş əlavədir. C-ni də çıxırıq. Kiçik oğlumda Zəfərdə riyaziyyata böyük maraq var. Var. Nə? Maraq. Kimdə? Kiçik oğlumda, Zəfərdə. Zəfər burada əlavədir, amma söz birləşməsi deyil. Sözdür. Cavab olur D variantı. Gün ağaranda, atam evə çatanda hər şey unudulmuşdu. Unudulmuşdu nə zaman? Gün ağaranda, atam evə çatanda. Burada əlavə atam evə çatandadır. O da feili bağlama tərkibidir. Söz birləşməsidir. 5-də. Deməli, hansı bənddə la funksiyasına görə verilmiş nümunədəki fərqləndirilmiş hissələrin heç birinə uyğun deyil. Sən çıxdın qarşıma duzla söyləşlə. Burada la olur qoşma. Qoşma. Bağlanıb xalqa məhəbbətlə ürək tellərimiz. Necə? Məhəbbətlə. Burada da elə zərf düzəldən leksik şəkilçi. Səriyə və Gülnaz soyuğu duymadan cığırla gedirlər. Burada la olur qoşma. Bizə deyir heç birisi olmasın. A çıxdı. O filmdən aldığı zəngin və xoş vəslər haqqında sevinclə danışacaqdı. Kimlə? Sevinclə. Burada da qoşmadır. Deməli B-də çıxır. Sahildə vurnuxan şoferlə briqadir başlarını itirmişlər. Şofer və briqadir. Burada lə bağlayıcıdır. Deməli uyğun gəlmir. Cavab olur C variantı. Yalnız qrammatik normanın pozulduğu cümləni müəyyən edin. Alma hələ göy idi, yeməli deyildi. Burada qrammatik norma pozulmayıb. Hər bir xalqlar yaxşı yaşamağa məhkumdurlar. Burada da pozulmayıb. Quşlar uçub ağaca qondu. Burada da qrammatik norma pozulmayıb. Bu quşlar cəm şəkilçisi mübtəda cəmdədir. Xəbər bu zaman təkdə də ola bilər, cəmdə də ola bilər. Hər iki halda norma gözlənilir. D-yə baxırıq. İnsanların çoxu çətin vəziyyətdən çıxmağı bacarmırlar. Kim? İnsanların çoxu. Baxırıq yoldaşlar. Deməli, biz söz birləşməsinin əsas tərəfinə əsasən müəyyən eləməliyik uzlaşma əlaqəsini. Burada mübtədamız nə ilə ifadə olunur? İnsanların çoxu üçüncü növ təyin söz birləşməsi. Onun əsas tərəfi nədir? Çoxudur. Və əsas tərəfi təkdədirsə, xəbərdə təkdə olmalıdır. Cəmdədirsə, xəbərdə cəmdə olmalıdır. Burada görürük ki, ya aslı tərəf cəmlənib, əsas tərəf yox. Əsas tərəf təkdədir, deməli xəbərdə təkdə olmalıdır. Amma burada verib cəmdə. Demək bu yanlışdır. Təkdə olmalıdır. Cavab olur D variantı. Min baharın ətridir bir insanın baharı. Burada inversiyadan istifadə olunub. Qrammatik norma pozulub. Bir də min baharın ətridir. R burada şəkilçisi R samiti buraxılıb. O da fonetik normanın pozuntusudur. Yalnız qrammatik norma yoxdur burada. Deməli, verilmiş cümlədə buraxılmış durğu işarələri müəyyən edin. Görürük, dialoq şəklində verilmiş vasitəsizlikdir. Səhəri vəzir qayıdıb, qoşa nöqtə, treni qoyuruq. Dialoq başladığı üçün Qiblə aləm dedi. Qiblə aləm dedi. Vergül, tre. Şəhərdə ancaq tək-tək qocalar, uşaqlar qalıb. Qocalar, vergül, uşaqlar qalıb. Qırılan qırılıb, sağ qalan da gecə ikən meşəyə qaçıb. Deməli, qalıb, vergül, qırılan qırılıb, vergül, sağ qalan da gecə ikən meşəyə qaçıb. Nöqtə. Deməli, 1, 2, 3 tre, 1 qoşa nöqtə, 3 tre, 1, 2, 3, 4, 5 vergül, 1 nöqtə. O da A variantında öz əksini tapıb. 8. Verilmiş cümlədə işlənməmişdir. Dünyanın əvvəli, sonu müəmma, cövhəri müəmma, donu müəmma. Dünyanı anlayan qəmini çəkdi, anlaya bilməyən dəmini çəkdi. Frazoloji birləşmə qəm çəkmək frazolojidir. Bir-birlə münasibətdə antonim sözlər əvvəl, son, antonimdir. Həmcins mübtədalar müəmmadır, müəmma. Nə? Dünyanın əvvəli, sonu. Burada həmcins mübtədalar var. Sonu və dünyanın əvvəli həmcins mübtədadır. Səs verib fərqlənən, təsviflənən feil. Təsviflənən feil hansıdır? Dünyanın əvvəli, sonu müəmma, cövhəri müəmma, donu müəmma. Dünyanı anlayan qəmini çəkdi. Çəkdi burada. Qəm çəkdi.
bir dəyişiklik olmur. Anlaya bilməyən dəmini çəkdi. Burada da bir dəyişiklik olmur. Elə cavab olur D variantı. İsimlə ifadə olunmuş ismi xəbər müəmmadır. Elə müəmma burada ismlə ifadə olunmuş ismi xəbərdir. Növbəti suala baxırıq. Hansı bənddə uyğunluq pozulmuşdur? Deməli, təqvimdə 28 may gününün qırmızı haşiyədə verilməsi ideoqrafik yazıya misal ola bilər. Doğrudur. Mebel təmiri sexinin qabağındakı mebel şəkli piktoqrafik yazıya misal ola bilər. Bəli, şəkli yazıdır. Elektrik qutusunun üzündə çəkilən kəllə şəkli piktoqrafik yazıya misal ola bilər. Yanlışdır bu. İdeoqrafi fikri yazıdır və yanlış verir. Bu da doğrudur. Orxan Yenisi hövzələrində yazılmış qədim türk yazı nümunələri fonoqrafik yazı. Bəli, doğrudur. Qara parçanın yazı təmənnin bahar rəmzi ifadə etməsi əşyavi yazı misal ola bilər. Xeyr, fikri yazıdır. Bu yanlışdır. Cavab olur E variantı. Nümunədə altından xətt çəkilmiş hər iki ifadə ilə bağlı doğru fikirləri müəyyən edin. O bulağa su gətirməyə getdim. Qonşuluq üzündən görəndə ötəri bir salam verirdim. Tabelik əlaqəsinin aslı tərəfdir. Bəli, hər biri ikinci dərəcəli üzlüdür. Bu doğrudur. Feili birləşmədir. Yanlışdır. Bu su gətirməyə feili birləşmədir, amma qonşuluq üzündən ismi birləşmədir. Üzündən ucbatından, yox, isim birləşmə deyil ümumiyyətlə. Üzündən ucbatından. Feili birləşmə deyil bu. Sonra ikinci dərəcəli cümlə üzvüdür. Bəli, hər ikisi ikinci dərəcəli üzvdür. Bu doğrudur. Səbəb zərfliyidir. Bu yanlış buna aiddir. Su gətirməyə məqsəd zərfliyidir, səbəb deyil. İki cümlə üzvü ilə sintaktik əlaqə girmişdir. Bu da yanlışdır. Bir cümlə üzvü ilə, yalnız xəbərlə. Cavab olur 1-3, yəni A variantı. 11. Nümunə ilə bağlı doğru fikir müəyyən edin. Qoy qırılsın artıq cəllad bıçağı. Qoy uçulsun ölüm və qan ocağı. Dünya olsun azad ana qucağı. Qalx, 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 düşkün dünya. Bütün misralarda söz sırası pozulmuşdur. Yanlışdır. Dördüncü misrada söz sırası pozulmuyor. İkinci və dördüncü misrada həmcins sözlər işlənmişdir. Burada təkrarlanan qalx, qalx, qalx sözləri həmcins deyil. Bu da yanlışdır. Üçüncü misrada təyin işlənmişdir. Dünya olsun azad ana qucağı. Deməli, dünya azad ana qucağı olsun. Olsun nə? Ana qucağı. Necə ana qucağı? Azad ana qucağı. Deməli. Burada azad təyin var. Üçü götürürük. Deməli. Üçü götürürük. Demədəki xitab söz birləşməsi ilə ifadə olunmuşdur. Düşkün dünya, bəli, söz birləşməsi. 3-4 də götürürük. Təsvirlənən feillərin hamısı əmr şəklindədir. Qalx, 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 bunlar əmr şəklindədir. Dünya olsun əmr şəklindədir. Uçulsun əmr şəklindədir. Qırılsın əmr şəklindədir. O da doğrudur. Cavab olur 3-4-5, yəni E variantı. Deməli, orfoqrafiyasını nəzərə alaraq acılığı müəyyən edin. İllüstrasiya Ü ilə olmalıdır, səhvdir. İmprovizasiya O səhvdir. İnkubator K ilə olmalıdır, bu da səhvdir. Deməli, səhvləri biz tapmalıyıq. Səhmanlamaq yox, sahmanlamaqdır. Deməli, bu səhv yazılıb. Separatizm düzdür. Kəhraba düzdür. Kollegiya O ilə yazılmalıdır, bu səhvdir. Qövsü-qüzeh H ilə yazılmalıdır, səhvdir. Lokomotiv düz yazılıb. Deməli, 1, 4, 5 E variantı. E variantındakılar səhv yazılıb. Hansı cümlə isim birləşmənin həm təyin, həm də mübtəda kimi düşmək olar? Bizim Əhmədin oğlu Kamal Həmidov yarışda birincilik qazandılar. Burada düşünmək olmur. Gürcistan valisi İraqlı ilə dostluq edirdi. Aha. Və bunu deməli iki cür düşünmək olar. Dostluq edirdi. Kim ilə?
İrakli ilə. Kim? Gürcüstan valisi. Bunu mübtəda kimi düşünə bilərəm. Bir də hansı İrakli ilə dostluq edirdi? Gürcüstan valisi. Məsələn, filan kəs Gürcüstan valisi İrakli ilə dostluq edirdi. Hansı İrakli? Gürcüstan valisi İrakli ilə. Bunu təyin kimi də düşünə bilərəm. Elə cavab olur B variantı. 14. Hansı cümlədə mürəkkəb feil işlənməmişdir? Qiymətli olan hər şey ölçülə bilməz mürəkkəbdir. Qəbahətləri boynuna almamaq, səhvləri etiraf etmək mürəkkəbdir. Qüdrətli olmaq mürəkkəbdir. Qədim fəlsəfələr bu gün də elmin yoluna sıra tutmaqda davam edir. Davam etmək mürəkkəbdir. Elə D variantı qaldı. Sonra cədvələ əsasına uyğun. O gün ki parladı şahların tacı, sən oldun bir çörək, bir haqq möhtacı. Burada budaq birinci gəlib, baş ikinci gəlib. Deməli, budaq baş sxeminə uyğun yenə tabi mürəkkəb cümlədir. Doğrudur. Baş və budaq cümlə şəxsə görə sadə cümlənin eyni növündədir. Baxırıq. O gün ki parladı şahların tacı. Burada budaq cümlə budur. Deməli, parladı nə? Şahların tacı. Sən oldun bir çörək, bir haqq möhtacı sən oldun. Deməli 2 də doğrudur. Haqq möhtacı sən oldun. Sən oldun nə? Bir haqq möhtacı. Deməli bu da doğrudur. Sonra baş və budaq cümlə mübtəda ifadə vasitəsi eynidir. Deyir ki, baş və budaq cümlədə mübtədanın ifadə vasitəsi eynidir. Bu yanlış fikirdir. Çünki deməli burada o gün ki parladı şahların tacı, parladı nə? Şahların tacı. Burada mübtəda söz birləşməsi ifadə olunub. Sən oldun bir çörək, bir haqq möhtacı. Deməli, sən bir haqq, bir çörək möhtacı oldun. Kim oldu? Sən. Burada deməli mübtəda isə səndir. Burada söz birləşməsidir birində. Birində isə əvəzli ilə ifadə olunub. Deməli 3 yanlışdır. Budaq cümlədə ikinci dərəcəli cümlə üzvü işlənmişdir. O gün ki parladı şahların tacı bu budaq cümlədir. Deməli nə etdi? Parladı. Nə? Şahların tacı. Nə zaman? O gün. Burada var, bəli. Bu doğru fikirdir deyə 4-ü çıxırıq ümumiyyətlə. Budaq cümlə baş cümlə bağlayıcı sözlə bağlamışdı. Bəli, o gün ki burada bağlayıcı sözdür. Yalnız budaq cümlədə söz sırası pozulmuşdur. Yanlışdır. Baş cümlədə də. Sən oldun bir çörək, bir haqq möhtacı. Burada inversiyadan istifadə olunub. Deməli 6-nı da götürürük burada. Cavab olur 1, 2, 6 E variantı. Feili bağlama tərkibi cümlənin kəmiyyət zərfliyidir. Feili sifət tərkibi cümlənin təyinidir. Məsdər tərkibi cümlənin mübtədasıdır. Hamı uşaqların qorxduğu film barədə danışırdı. Nə barədə? Film barədə. Hansı film barədə? Uşaqların qorxduğu film barədə. Deməli burada feil sifət tərkibi təyindir. 2A. Qurtdan qorxan qoyun saxlamaz. Nəyə saxlamaz? Qoyunu. Kim? Qurtdan qorxan. Burada feil sifət tərkibi mübtəda mövqeyindədir. Belə bir şey istək yoxdur bizə. Ona görə B-ni çıxırıq. Vətəni sevmək hər birimizin borcudur. Hər birimizin borcudur. Nə? Vətəni sevmək. Məsdər tərkibi mübtəda mövqeyindədir. Deməli C yazılır. 3-ə. Görüləcək işlərimiz unutmamalıyıq. Unutmamalıyıq. Nəyə işlərimizi? Hansı işlərimizi? Görüləcək işlərimizi. Burada feili sifət təyin mövqeyindədir. Feili sifət tərkibi yox. Ona görə D variantında çıxırıq. Uşaqlar əlləri ağrıyınca eldarı alqışlarlar. Nə etdilər alqışlarlar kimi? Eldarı nə qədər? Əlləri ağrıyınca. Burada feili bağlama tərkibi kəmiyyət zərfliyidir. Deməli E-ni yazırıq 1-ə. Deməli 1-ə E, 2-yə A, 3-ə C. 1-ə E, 2-yə A, 3-ə C. O da A variantında öz əksini tapıb. 17. Verilmiş nümunədəki hansı söz və ya sözlər heç bir cümlə üzvü ilə sintaktik əlaqə girməmişdir? Meşələr bax xitabdır. Girməyib. Doğrudan da bu da ara sözdür. Bu da girməyib. Deməli meşələr və doğrudan da cavab olur C variantı. Dialekt üstü sözünün fonetik təhlilə bağlı yanlış fikir. Dialekt üstü tələffüz olunur. Dialekt üstü
formasında. Dialekt üstü. Səliqəni yazmağa çalışaq. Deməli, tələffüz olundu. Necə? Dialekt üstü. Dialekt üstü formasında. Sözdə bir-birlə qarşılıq təşkil edən samitlər işlənmişdir. Bəli, t ilə d. Doğrudur. Sözün səs və hərf tərkibi arasında 3 fərqli məqam var. Dialekt üstü yanlışdır. 2 fərqli məqam. Burada t, d-yə keçib, bir də y samiti artırılır. Belə cavab olur B variantı. Hansı cümlədə budaq cümlə baş cümlə bağlayıcı sözlə bağlamışdır? Hər kəs ki bəşəriyyəti dəyişdirmək isə o özünü dəyişdirmək istəmir. Burada hər kəs ki bağlayıcı sözdür. Cavab olur A variantı. O şəxs xoşbəxtə çata bilər ki, bu ki bağlayıcısından ifadə olunub, bağlanıb. Xəyal ona görə gerçəklikdən qüdrətlidir ki bağlayıcısı. Deməli, insan çox şeydən həya etdi mi? Burada mi ədatı ilə bağlanıb. Həqiqəti həmişə yanımızda gətizdirin ki bağlayıcısı ilə bağlanıb. 20-ci suala baxırıq. Şəxsi cümlə, ümumi şəxsi cümlə, qeyri-müəyyən şəxsi cümlə. Əhmədə maarif şöbəsində yaxşı qarşıladılar. Bu qeyri-müəyyəndir. A. Daldan atan daş topuğa dəyər. Nə daş? Bu müəyyən şəxsi cümlədir. B-ni ümumiyyətlə çıxırıq. Baxın. B-ni çıxanda elə A-nan E qaldı. Bizlərdə qonağa çox hörmət edirlər, qulluğunda dururlar. Bu qeyri-müəyyən şəxsi cümlədir. C-ni yazdıq bura. Deməli, onun məktəbdən xaric edilməsinə qərar verildi. Bu isə şəxsi cümlədə xəbəri şəxsiz feillə ifadə olunub. D-ni yazırıq 1-ə. Nə əkərsən, onu biçərsən. Bu isə ümumi şəxsi cümlədir. E-ni də yazırıq 2-yə. 1-ə D, 2-yə E, 3-ə A, C, E variantındadır. Növbəti suala baxırıq. Hansı cümlədə fərqlənmiş isə uzlaşma əlaqəsinin göstəricisi ola bilməz. Uzlaşma əlaqəsinin göstəricisi nədir? Şəxs onluqları ilə mənsubiyyət çəkicisi. Deməli, ürək kövrəkləşirsən oxuyanda, sən də dinləsəydin. Burada n fərqləndirilib. Bəli, sən dinləsəydin. Mən oxuyanda. Şəxs onluğudur, ola bilər. Zərər yox, onu mən sağ qoysam əgər. Burada samdır. Yanlış olan B variantı olacaq. Burada sa ayrıdır. M burada uzlaşma əlaqəsinin göstəricisidir. Sa isə burada şərt şəklinin göstəricisidir. Yəni uzlaşma əlaqəsini yox. Məhv etsəydim, burada M şəxs onluğudur. Dostumdur, dur şəxs onluğudur. Ərlər iç şəxs onluğudur. Bu göstərici ola bilər. Tabesi mürəkkəbindən biri eyni zamanda baş verən hadisələri sadalayır. Zənnəm doğru çıxdı. Yarım saat sonra bütün ətraf od və qurşun tufanı. Bu aydınlaşdırmadır. 3 ildir ki, bu tabeli mürəkkəb cümlədir. Ocaq çatıldadıqca qığılcımlar ətrafa sıçrayır, yavaş-yavaş köz düşürdü. Bu ardıcıldır. Kənd itləri səsə verib hürüşür, at şirəməsi və malqara səsi ətrafa yayılırdı. Cavab olur D-vəndə. Şahdat şiddətlənə küçəyə şüşəyə dönürdü. Bu səbəb nəticədir. Aha, deməli, bişirdi sözü bütün hallarda məlum növdədir. Bəli. Bunu iki cür düşünə bilərəm də. Bu kimsə nəyisə bişirdi. Keçmiş zamandakı kimi ir olacaq leksiyası, di olacaq zaman şəklisi. Bir də sobada məsələn nəsə bişirdi. Bunu isə indiki zamanda düşünüb iri götürəcəyi zaman di olacaq idi kimi. İki cür düşünə bilirəm bunu. Köməkçi sözlə hissəciklə işlənmişdir. Bütün hallarda dediyi üçün bunu yalnız indiki zamanda olanda düşünə bilərəm. Bir çıxdı. Kökü və başlanğıc forması fərqli olan sözdür. Deməli, kökü və başlanğıc forması fərqli olan sözdür. Bütün hallarda deyə bilmərəm. Əgər orada ir zaman olsa, kökü də başlanğıc forması da elə biş feil olacaq. Sonra, hərəkət bildirən sözdür. Bəli, hər iki halda feildir. Təsvirlənən feildir və xəbər şəklindədir. Bəli. Deməli, bişirdi hər iki halda təsvirlənən olacaq və xəbər şəklində olacaq. Burada iri zaman kimi götürsəm də xəbər şəklində olacaq. Leksik götürsəm burada di olacaq. Zaman şəklisi yenə də xəbər şəklində olacaq.
İndiki zamanda olsa da xəbər şəklindədir, keçmiş zamanda da olsa xəbər şəklindədir. Bu da doğrudur. Zaman şəkli qəbul etmiş sözdür. Bəli, hər iki halda zaman şəkli sözdür. Ya indiki olacaq, ya da keçmiş zaman. Cavab oldu 3, 4, 5. Hansında xitab isimlə ifadə olunmamışdır? Gözəl bir süfrə açmışdır çəməndə ilk bahar bülbül. Bülbül isimdir. Axı oyun gedir əzizim. Əzizim isimləşmiş sifətdir. 2. Ah düşünən başlar, yaradan əllər, qanad versin düşüncələr. Bu söz birləşməsini ifadə olunur. 3. Yazın obarsan bizim diyarda, qıvrım tellərin sanı bənövşə, bənövşə isimdir. 4-ü çıxırıq. Qızarmış sevgilim al yanaqların, sevgilim sifətdir. 5-i də götürdük. Cavab oldu 2, 3 və 5. Deməli, ardıcılığı müəyyən edin. Təzə döşək üzü. Ç burada y-yə keçir. Biz də görürük ki, ç-ların fərqli tələffüzlərini istəyir. Ç y-yə keçən hissə hardadır? 3 gəlir. Gözəllər xıştırıxa keçəcək burada. Çünki samit gəlib. Xıştırıxa olan 2-dir. Deməli, gəldi 2. Uşaq qələm mürəkkəb. Ç burada g-yə keçəcək. Ç g istədiyi hansıdır? 4 gəldi. 4. Tanklardan. Burada k olacaq. K səsidir. Yox, ki o xırtırıxa keçdiyi 1-dir, 1. Səhv yazmışam mən bunu. 1-dir. Hə. Deməli, axırda da gəlir 2. K-yə keçir. Deməli, ardıcılıq oldu 3, 1, 4 və 2. 26-ya baxırıq. Oy sözü yerinə görə, əsas yerinə görə kömək sinksiyası kimi işlənə bilər. Bəli, həm nida kimi işlənə bilər, bir də həm də məsələn taxtanı oy, feil kimi də düşünə bilərəm. Bir doğrudur. Qeyri-müəyyən yerli halda olan söz müstəqil şəkildə cümlə üzvü ola bilir. Yanlışdır. Qeyri-müəyyən yerli hal müstəqil cümlə üzvü ola bilmir. Yara sözü həm homonim, həm də çoxmanlı söz kimi işlənə bilər. Doğru fikirdir. 3-ü götürürük. Deməli 1, 3. Düzgünlük və düzülmək sözlərinin kökə eynikçəsidir. Bəli, doğrudur. Hər ikisi feildir. Düzdən düzgün, düzgündən düzgünlük, düzdən düzül, maqaməktə qramat. Bu doğru olduğu üçün bunu götürmürük. Bizə yanlış fikir lazımdır. Köməkçi sinksiyası nidanın işləndiyi bütün cümlələr heç də nida cümləsi deyil. Bəli, məsələn deyirəm, ay oğlan. Deyirəm, ay oğlan, hara gedirsən? Sual cümləsidir. Nə olsun burada nida işlənib? Deməli, 5 də doğru fikir olduğu üçün çıxırıq. Baxıldı sözü kontekstə görə həm məhsul, həm də qayıdış növ kimi işlənə bilər. Yanlışdır. Baxıldı sözü hər halda şəxs söz növüdür. Deməli, bu da yanlışdır. Cavab oldu 1, 3, 6. 1, 3 və 6. Deməli, leksik mənası ilə bağlı uyğunluq müəyyəndə nəsihət, öğüdü vermək, yol göstərmək olacaq bu. Deməli, C, məsləhət. Göstəriş. Bu 2-yə D olacaq. Marşrut adamların ordunun nəqliyyatın qabaqcada müəyyən olmuş yoldur. E-də gəlir 3-ə. Bu qədər. Sağ olun.